gizlənən bir xatirəni yuxulardan çağırır. Hərə dünyanı öz rəngində görür və hər kəsin sevdiyi bir rəng var. O isə doğulduğu gündən dünya işığına həsrət qalsa da, ağ və mavi rəngləri sevir. Ağ təmizliyin rəmzi kimi sanki bütün çirkinlikləri öz üzərinə götürmək üçün yaranıb. Mavi isə səmanın nəfəsidir. İnsanın içindəki dərinliyi danışdıran sirli bir sükutdur. Bəzən insan işığı gözləri ilə deyil, qəlbi ilə görür. Elə talihlər var ki, qaranlıqda böyüsə də işıq saçmağı bacarır. 525-ci qəzetin 16 yanvar tarixli sayında jurnalist Tamila Emzadənin Qaranlıqda böyüyən işıq adlı müsahibəsində də məhz belə bir talihdən, səsi ilə qaranlığı yarıb keçən bir işıqdan bəhs edilir. 10 yaşlı Fatimə. Görmə qüsurlu olan bu qızcığaz əsl istedad sahibidir. Onun saf və təsirli səsi dinləyənləri heyran edir. Müsahibədə Fatimənin vokal müəllimi Arzu Qurbanova, nənəsi Aygün Qafarova və Azərbaycan Milli Konservatoriyasının aparıcı konsertmeystri Mahirə Quliyeva balaca istedad haqqında öz fikirlərini bölüşüblər. Bu hekayənin sonunda bir həqiqət dayanır. Gün işığına həsrət qalan insanlar dünyanın görə bilmədiyi işığı tapır. Fatimə məhz həmin işığın adıdır. Gözləri qaranlığa açılsa da səsi işıqda doğulub. Bu qızcığazın səsi qaranlığı yarıb keçən bir ümiddir. Sabahdan soraq verən bir işartıdır. Fatimənin səsi elə bir gücün, elə bir inamın səsidir ki, oradan işıq hər zaman yol tapa bilir. Nigar Abbasova, 525-ci kanal. Əlləri məninə toxunan kimi səni yeryüzünə qaytarardım mən. Əlləri məninə toxunan kimi səni yeryüzünə qaytarardım mən. Dinlə ürəyimin qəm qüssəsini, mən yaxşı bilirəm ayrılıq nədir. Küləklər könlümün munaləsini, kaş ki kainata yaya biləydim. Ey küləklər könlümün munaləsini, kaş ki kainata